Suiti cəsədlərindən analiz götürüldü. Xaçmazda tapılan suiti cəsədlərinə baxış keçirilib. Cəsədləri Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında Xəzər dənizinin sahilində aşkar olunub. Sahil boyu ərazidə təxminən 10-dan çox suiti meydinə rast gəlinib. Dəniz canlılarının hansı səbəbdən öldüyü hələ ki məlum deyil. Bu vaxta kimi belə bir şey olmayıb. Son vaxtlarda ona yaxın suiti çıxıb Niyazabad çayından Alpan çayı kimi. Özümüzə də maraqlıdır ki, bu nəyə görə çıxıb ölür. Keçən ay olmayıb, keçən il olmayıb. Ümumi bu təzəliyin olub. Əraziyə gələn aidiyyatı qurumun əməkdaşları suiti cəsədlərindən analiz götürüblər. Dəniz canlılarının hansı səbəbdən ölməsi laborator müayinənin cavabından sonra məlum olacaq. Sorğunuza cavab olaraq bildirmək istəyirik ki, Xaçmaz rayonu Niyazabad kəndi ərazisində sahil zolağına Xaçmaz rayonu Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşlarının baxış keçirdiyi zaman həmin sahil zolağında suiti cəsədləri aşkarlanmışdır. Müvafiq olaraq tapılan cəsədlər əraziyə dəvət olunan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə aktlaşdırılmış, cəsədlərdən nümunələr götürülmüşdür. Agentliyin aidiyyatı üzrə laboratoriyasına göndərilmişdir. Laborator analizlərin nəticələri bəlli olduqdan sonra araşdırmanın nəticələri Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən mediaya təqdim olunacaqdır. Qeyd edək ki, son illər Xəzər dənizinin müxtəlif sahillərində bu cür analoji hallara rast gəlinib. Mütəxəssislər bu hadisələri dəniz suyunun çirklənməsi, iqlim dəyişiklikləri, eləcə də suitilərin qida zəncirinə daxil olan toksinlərin artması ilə əlaqələndirirlər.